Salam hörmətli izləyicilərim. Bugün sizə belə bir naxışın toxunmasını istəyirəm göstərim. Bu da çox gözəl naxışdır. Jiletə, jaketə, svitrə, papağa, nəyə istəsəz toxuya bilərsiniz bunda. Bunu toxumaq üçün ilməkləri 4-4 yığmışam. 2 də kənar ilmək. Nə qədər artırmaq istəsəz 2 dənə 4-4 artırırsınız ilməkləri. Rezinkanı da bir tərs bir düz toxumuşam. Sapımdaki 100 qramlıq 350 metrəlik sapdır. Bunun üçün indi belə bir sapı götürürəm. 4 naxışı göstərəcəm. 16 ilmək, 2 də kənar ilmək, 18 ilmək yığacağım milimin üstünə. 3, 4, 5, 6, 7, 8, 9, 10, 11, 12, 13, 14, 15, 16 ilmək, 2, 4, 6, 8, 10, 12, 14, 16. 16 ilmək yığdım milimin üstünə. Buradan düyün saldım. Mən indi burada rezinka toxuyan deyiləm. Bir sıra tərs toxuyuram. Birinci ilməni də toxudum, birinci sıra olduğuna görə. Qalan ilməkləri hamısını tərs toxuyuram. Axıra qədər hamısını tərs toxudum, kənarda tərs toxuyuram. Tərs üzdən də yenə hamısını tərs toxuyuram. İndi bura düz üzdən kənarı götürürəm buradan. Bir tərs toxuyuram. Sonra burada 1, 2, 3 ilməyi. 3 ilməyi, bu 3-cü ilməyi götürüb bu 2 ilməyi üstündən keçirdirəm. Sonra bu ilməyi toxuyuram birini, bir artırma eləyirəm. Sonra ikincisini. Yəni ilməklərin sayı olduğu kimi qaldı. Yenə bir tərs. Yenə bu 3 ilməyin üçüncüsünü götürüb bu 2 ilməyin üstündən keçirdim. Sonra toxuyuram. Bir artırma eləyirəm. Düz toxuyuram. Yenə bir tərs toxudum. Yenə də bu 3-cü ilməyi götürüb bu 2 ilməyin üstündən keçirdirəm. Birini toxuyuram, bir artırma eləyib yenə toxudum.
Yenə tərs toxudum bir ilmək. Bir də kənar ilmək. İndi tərs üzdən birinci kənarı götürürəm. Qalan burada düz görsənir bu. Düzü götürdüm, bunları tərs toxuyuram. Yenə düzü götürdüm. Bunları 3 dənə ilməni bu yüzden tərs toxuyuram. Formada. İndi düz üzdən yenə kənarı götürürəm. Qalan ilməkləri buradan hamısını düz toxuyuram. Tərs üzdən də hamısını yenə tərs toxuyuram. İndi burada tərs üzüdür. Tərs üzündən yenə bütün ilməkləri hamısını tərs toxuyuram. Kənarı da tərs toxudum. İndi düz üzdən birinci sırada necə toxumuşduqsa buradan. Bu formada da buradan təzədən başlayırıq toxumağa. Belə bir naxış alınır. Çox da gözəl görünən bir naxışdır. Nəyə istəsəz də toxuya bilərsiniz. Formada. Əgər bəyəndinizsə, abunə olmağı, bəyən düyməsini də basmağı unutmayın. Sağ olun, gələn videomda görüşənə qədər.